Salam, hər vaxtınız xeyir olsun. İndi mən sizlər üçün 9 mart tarixində deməli keçirilmiş buraxılış imtahanı, 11-ci siniflər üçün buraxılış imtahanının izahını vermək istəyirəm. Bu A variantı olan testin izahıdır. Deməli, birinci sual ondan ibarətdir ki, hansı sırada bütün sözlərin yazılışı səhvdir. Deməli, bütün sözlərin yazılışı səhv olan E bəndidir. Düzgün cavab. Niyə? Çünki burada düşkün, kokteyl, y samiti düşüb. Bir də ala yarımçıq defislə olacaqdır. Digər variantların izahına baxaq. A bəndində yarım final düz, heykəltaraş düz, yastı t ilə yazılacaq. Yastı. Orfoqrafiyadan söhbət gedir. Bunun yazılışı isə səhv verilib t ilə olmalıdır. Deyiliş formasında yazılıb. B bəndində dümağ birləşik olmalıdır. Sonra ekspres, ədliyyədə qoşa y. Deməli, monastır, silindir, üfüq. Bunlar düzdülər. E bəndində düşkün, ç olmalıdır dedik. Kokteyl sözündə y var. Ala yarımçıqda defislə yazılacaq. İkinci sualın izahında frazeoloji birləşmələr mövzusundan salınıb. Gözü su içməmək frazeoloji birləşməsi hansı mənaya uyğun gəlir? Gözü su içməmək inanmamaqdır. Mənim ondan gözüm su içmir. Yəni, mən ona inanmıram. Aha. Demək, divan tutmaq, cəzalandırmaq, aldatmaq, gözünə çülüf örmək digər variantlarda uyğun olmur. Yaxşı. Növbəti sual uyğunluğu müəyyən edin. Mübtədanın əlavəsi, tamamlıq və Y zərfliyin əlavəsi olan variantları uyğunlaşdırmalıyıq. Demişik ki, əlavəni ən asan tapmağın yolu tirədən əvvəlki sözdən sual verməkdir. Tirədən əvvəlki söz. Sual veririk, hansı cümlə üzvünün sualıdırsa, həmin cümlə üzvünün əlavəsi işlənir. Məsələn, burada tirədən əvvəlki söz atasına, yönlü hal şəkilçisi qəbul etmiş atasına sözü tamamlığın sualı olduğu üçün buna deyirik tamamlığın əlavəsi. Deməli, 2A 2 gündən sonra cavadı. Tirədən əvvəlki söz cavadı, kimi, cavadı. Bu da tamamlığın əlavəsidir. 2A, B. Demək, üçüncüdə C variantında bizim evimiz mənzərəli bir yerdə idi. Mənzərəli bir yerdə idi. Deməli, bu idi köməkçi hissəcik. Əslində yerdə sözün üstündədir. Amma 2 dəfə işlənib, dildə yorğunluq yaratmamaq məqsədi ilə əlavədən sonra işlədilib. Yəni, bizim evimiz mənzərəli bir yerdə idi cümləsi əlavəsi aid olur xəbərə. Bizim evimiz mənzərəli bir yerdə, yəni gölün qırağında idi. Bu, elə bil ki, gölün qırağında əlavəsinə idi qoşulundan sonra xəbər olur. Ona görə də onun xəbərin əlavəsi deyirik. Tirədən əvvəlki söz bir yerdə idi, xəbərinə aiddir əlavə. Bu variant yoxdur. D variantı qrupun yeni rəhbəri, gənc qız görüləcək işlərdən danışdı. Çiyim qrupun yeni rəhbəri tirədən əvvəlki söz mübtədadır. Ona görə də mübtədanın əlavəsidir. Demək, axırıncı isə anar kəndə gəlirdi, tez-tez gəlirdi. Haraya kəndə tirədən əvvəlki söz haraya yer zərfliyinin sualına cavab verdiyi üçün üstə E variantı olur. Demək, 1D, 2AB, 3E. Cavab C variantı. 34-cü sualda hansı cümlədə tamamlıq söz birləşməsi ifadə olunmamışdır? Biz variantlarda tamamlıqları tapırıq, sonra ifadə vasitələrinə baxarıq. A bəndində tamamlıq hansıdır? Hamı öz fikrinin doğru olduğuna inanırdı. Hamı nəyə inanırdı? Fikrinin doğru olduğuna, öz fikrinin doğru olduğuna. Deməli, yönlü hal şəkilçisi qəbul etmiş söz birləşməsi fe'li birləşmədir. Çünki əsas tərəfdə d, di, fe'li sifət şəkilçisi var və tərkibin adı fe'li sifət tərkibidir. Fe'li sifət tərkibi də
söz birləşməsi sayılır da. Yəni burada tamamlıq söz birləşməsi ifadə olunub. Avən getdi. Əcnəbi turistlər Şəkinin görməli yerlərini gəzdilər. Əcnəbi turistlər gəzdilər haranı? Şəkinin yerlərini, Şəkinin görməli yerlərini. Üçüncü nöqtənin söz birləşməsi ifadə olunmuş tamamlıq söz birləşməsidir yenə də. Bu meyvələrin hamısını Məhəmməd Həsən əminin bağından dərmişik. Nəyi? Meyvələrin hamısını. Tamamlığımız söz birləşməsi ilə ifadə olunub. Yiyəlik mənsubiyyət birləşməsi var. Bu hadisədən sonra Sevil hər şeyi etiraf etdi. Nəyi? Hər şeyi. Təbii ki, burada hər şey ikisi birləşib bir söz əmələ gətirir və bu tamamlıq təsirli hal şəkildisə qəbul etmiş tamamlıq bir sözlə ifadə olunubdur. Söz birləşməsi olması üçün birdən artıq söz olmalıdır tərkibdə. Deməli, E variantında da Vaqif bu adamların çoxunu Vaqif bu adamların çoxunu tanımıram. Kimi? Adamların çoxunu. Burada da kimi sualına cavab verən, tamamlığın sualına cavab verən adamların çoxunu söz birləşməsidir. Ona görə də cavab da variant olur. Sonra ismi birləşmə və feili birləşmə hansı variantdadır? Birinci biz variantları oxuyaq, söz birləşmələrini çıxardıq. Sonra həmin söz birləşmələrin ismi birləşmə yoxsa feili birləşmə olduğuna baxarıq. A bəndində söz birləşməsi varmı? Qəfildən səs eşidildi. Səs eşidildi, qəfildən eşidildi. Yəni ikisi də xəbərlə əlaqələndiyi üçün cümləni yaradırlar, söz birləşməsi olmurlar. Düşmənin çirkin niyyətini dünyaya sübut etməliyik. Nəyi? Düşmənin niyyətini. Burada söz birləşməsi var bizdə. Ki, burada yiyəlik mənsubiyyətdən söhbət gedir. Öncə ismi birləşmədir. 2B. Əsəblə 1B. Sən bunu mu deyirdin? Nəyi? Bunu mu? Bunu tamamlıq. Yəni tək burada söz birləşməsi yoxdur. Bunu mu deyirdin? Sən deyirdin. İkisi də xəbərlə əlaqələnib cümlə yaradır. Xəbərlə əlaqələndirsə söz birləşməsi olmur. Artıq fikir bitir və cümlə olur. Növbəti D variantı. Cəmil gedərkən uşaqlar yoxlayırdılar. Necə idilər? Yoxlayırdılar ki, uşaqlar mübtəda xəbər ha vaxt Cəmil gedərkən zaman zərfliyi əsas tərəf arçan ərçən feili bağlama şəkilçisi olduğu üçün aslı tərəfdə də Cəmil sözü ilə birləşir və feili birləşmə yaradır. 2D. Təşkil edilmiş bu sərgidə rəssamlar iştirak edirdilər. Təşkil edilmiş sərgi. Birinci növ. Bu sərgi. En azından burada ismi birləşmə var. Bir E. Bir E, B, 2D. Burada təşkil edilmiş fe'li sifət tərkibi götürməliyik. Çünki təşkil etmək sözü birləşir. Hələ bir söz olur. Bunun yanında başqa bir söz də olmalıdır ki, daha doğrusu aslı tərəfində. Başqa bir söz də olmalıdır ki, biz onu fe'li sifət tərkib edək. Buna görə də fe'li birləşmə sayılmır. Bu sərgi və yaxud da təşkil edilmiş sərgi ismi birləşmə kimi götürülür. 36-cı sualda söz sırasının pozulduğu hansı nümunədə həm sadə həm də mürəkkəb isim işlənmişdir deyir. Deməli, biz ilk növbədə cümlədə birinci şərtimiz söz sırasının pozulmaqdır. İkinci şərtimiz isə sadə və mürəkkəb ismin həmin cümlənin içində olmasıdır. Bəs kimə yetişəcək o bağçanın qazancı? O bağçanın qazancı. Deməli, burada yetişəcək xəbəri ən sondan əvvələ gəlibdir. Yer dəyişmə olub, inversiya baş verib, söz sırası pozulub. Xəbər sonda gəlməlidir, ortada gəlibdir. Demək, inversiya, yəni söz sırası pozulduğu üçün, inversiya olduğu üçün biz artıq birinci şərti ödəyir və ikinci şərtə keçirik. Sadə və mürəkkəb isim axtarmalıyıq burada. Sadə isimimiz yoxdur. Bağ-bağça mürəkkəbdir. Defislə yazılıb. Qazanc da qazanmaq sözündən düzəldilmiş qazanc ismi. Qazan feilindən düzəldilmiş qazanc ismi düzəltməlidir burada. Sadə isim yoxdur. Açıldı bayraqlar, çalındı boru, fələk görməmişdi bu vur-havuru. Vur-havur mürəkkəb isimdir. Ha bitişdirici ünsürü ilə yaranmış mürəkkəb isimdir. Sadə isimimiz bayraqdır, borudur, fələkdir. Sadə isimdilər. Deməli, ikinci şərtimiz ödənib, yəni sadə və mürəkkəb isim var. Baxaq görək cümlədə yəni söz sırası da pozulubmu? Bəli, əslində olmalıdır.
Bayraqlar açıldı, boru çalındı, amma çalındı boru, açıldı bayraqlar deyib. İnversiya, yəni söz sırasının pozulması hadisəsi var burada. Ona görə də cavab B bəndidir. C bəndində doğrusu qohum əqrəbanın sözləri mənim də beynimə batır yoldaş. Xəbər sonda işlənib, elə bir inversiya yoxdur. Bu xəbəri eşidir-eşitməz hər kəs təlaşla binanı tərk etdi. Tərk etdi xəbər cümlənin sonundadır, inversiya yoxdur. Sevgi əzəl gündən sevir baharı. Bəli, burada inversiya var. Əslində baharı sevir olmalıdır. Amma sadə isim bahardır. Düzəltmə, mürəkkəb isim varmı? Xeyr. Sevgi düzəltmə ismi var, amma mürəkkəb isim yoxdur. Ona görə də E variantı da olmaz. Cavab B bəndi. Növbəti sualımız zərf mövzusundadır. Verilmiş cümlələrdə zərfin mənicə hansı növləri işlənib? Biz kəndə çatanda meşədəki torağayların səsi güclə eşidilirdi. Belə bir sualı asanlıqla yazmaq üçün biz hər bir sözün başlanğıc formasına sual verib nitq hissəsini tapırıq. Bir şey ki, yəni bu nitq hissəsindən danışır da, yəni zərfi istəyir. Bu ikinci dərəcəli cümlə üzvü və yaxud da cümlə üzvü deyil ki, biz onun ifadə vasitəsinə baxaq. Bizdən zərf istəyir, ona görə də elə tək-tək sözlərin başlanğıc formasına sual verib tapa bilərik. Məsələn, biz əvəzlik, kənd isim, çatanda çatmaq feil, meşədəki sifət, torağay quş adıdır isim, səs isim, güclə zərf. Deməli, bir zərfimiz buradadır. Bu da olur güclə eşidilirdi. Necə, nə cür, tərzi hərəkət. Cavanşir isim, bir qədər dincəlib, nə qədər dincəlib. Nə qədər sualına cavab verir və hərəkətə aid olduğu üçün buna kəmiyyət zərfi deyirik. Çünki zərf bilirik də hərəkəti izah edir müxtəlif, yəni cəhətdən izah edir, 4 cəhətdən. Hərəkətin zamanını, yerini, kəmiyyətini və tərzini bildirir. Buna görə də elə bizim cavabımız tərzi hərəkət və kəmiyyət zərfləridir. Bax, cavab budur. Yol, isim, davam etmək, feil. Aydındır, yəni tək-tək sözlərə sual veririk. Baxırıq görək hansı zərfdir. Yaxşı. Növbəti sual 38. Fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Burada deməli iki cümlə verilib, iki cümlədə eyni söz işlədilib, tərəf sözü və bunlar fərqli nitq hissəsinə aiddir. Qarşı tərəfdəki tərəf isimdir, amma ikincidə şərqə tərəf qoşmadır. Çünki özündən əvvəl yönlük hal şəkilçili sözlər axa bilirik. Qoşmalar özündən əvvəl ismin 4 halı ilə işlənə bilər. Deməli, adlıq, yiyəlik, çıxışlıq və yönlük hallarla işlənə bilər. Burada da tərəf qoşması şərqə yönlük halı ilə işlənibdir. Haraya yol aldı? Şərqə tərəf. Yer zərfliyi. Deməli, birdə isə isimdir. Hansı tərəf? Qarşı tərəf. Əsas nitq hissəsidir. Sualı var. Cümlə üzvü ola bilər. Amma ikincidə qoşmadır. Köməkçi nitq hissəsidir. Yalnız qrammatik mənası var. Aha, indi gedib variantlara baxa bilərik. Çünki sözlərin hansı hissəsinə aid olduğunu bildik. Deyir, sözə qoşularaq məna çaları yaradır. Uşaqlar, biz bilirik ki, sözə qoşularaq müxtəlif məna çalarları yaradan qoşmanın tərifidir. Yəni, qoşmanı istəyir bizdən. Ona görə 2A. İfadə olunan fikrə münasibət bildirir. Fikrə münasibət bildirən köməkçi nitq hissəsi modal sözdür. Təbii ki, burada modal söz yoxdur. Leksik mənası var. Biz bilirik ki, əsas nitq hissələrinin leksik mənası olur. Yəni, burada da əsas nitq hissəsi birdir də, qarşı tərəf sözüdür. Ona görə də leksik mənası var sözünü birə aid eləyirik. Yalnız qrammatik mənası var. Təbii ki, bu qoşmadır. Çünki qoşma köməkçi nitq hissəsi olduğu üçün leksik mənası yoxdur. Yalnız qrammatik mənası var. 2D. Cümlə üzvləri arasında əlaqə yaradır. Bu da heç birinə aid deyil. Deməli, C-A-dır. C-A-D. Bax, bu variant. Növbəti sual 39-cu sualda müqayisə cədvəlinə əsasən doğru fikirləri istəyir. Deməli, lazım şəkli və arzu şəkli haqqında məlumatlar verib, hansının doğru olduğuna baxırıq. Təsdiqdə işlənsə də inkarda işlənə bilmir. Xeyr, lazım şəklinin inkarı da ola bilər.
və bu yalnız deyil hissəciyi ilə düzəldilir. Bir səhvdir. Gələsiniz sözü bu şəkildədir. Yəni lazım şəklindədir. Burada sözün kökü gəl, sınız siniz qrammatik şəxs sonluğu, ortada qalır bir dənə yəni qrammatik şəkilçi. O da lazım şəklinin yox, arzu şəklinin şəkilçisidir. Əgər biz burada əsini lazım şəkil götürsək, lazım şəkilçisi götürsək, niz deyə bir şəxs şəkilçisini burada uyğunlaşdıra bilmirik. Ona görə də həm də ki bunu inkara salaraq yoxlaya bilərik. Gələsiniz lazım şəkil deyiriksə, biz bunu müamil formasına sala bilmərik. Bilirik ki, birincidə dedik ki, lazım şəklinin inkarı deyil hissəciyi ilə düzəldilir də, burada dedik. Demək ki, gələsiniz sözünü biz müamil formasında işlətməməliyik, əgər lazım şəklidirsə. Amma gələsiniz, gəlməyəsiniz, gəlməyəsiniz. Bunu biz müamil ilə işlədə bilirik. Demək ki, lazım şəkli deyil də, lazım olsaydı biz bunun, əgər lazım şəkli olsaydı, inkarını deyil hissəciyi ilə düzəltməliydik. Biz isə buna müamil artıra bildik. Demək ki, bu lazım şəklində deyil, arzu şəklindədir. Üçüncüdə deyir ki, kaş anar da gəlsin. Cümləsində feil arzu şəklindədir. Xeyr, burada feil əmr şəklindədir gördüyümüz kimi. Nə olsun ki, burada arzu ədatı işlənib. Əsas odur ki, feil əmr şəklindədir. İsə köməkçi sözcük hissəciyi ilə işlənə bilməz. Gələ isə, kaş o bizə gələ isə, kaş o bu məktubu oxuya isə, olmaz. Yəni, arzu şəklində hissəciyi artırıla bilmir. Düz deyir. 4. Cümlənin feili xəbəri olur. Bəli, feilin bilirik ki, şəkilləri və zamanları feili xəbər olur. Bu da danılmaz bir faktdır. Deməli, 5 düzdür. Məhsul növdə işlənə bilər. Bəli. Kaş ona bir məktub yazıla. Kaş ki ona bir məktub yazıla. Yəni, yazılmaq, kimsə tərəfindən yazıla da məhsul növdə ıl şəkilçisini qoyduq arzu şəklində olan feilin üstünə. Cavab 4, 5, 6 A bəndi. Yaxşı, növbəti və sonuncu sualımız 40-cı sualda deyir ki, xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular ki, gələcək nəsillər azad və xoşbəxt yaşasınlar. Tabiri mürəkkəb cümləsinin təhlili ilə bağlı səhvi tapın. Biz variantlara baxmamışdan qabaq, ilk öncə cümləmizi başa düşürük, baş və budağın yerini fərqləndiririk öyrəndiyimiz üsullarla. Ondan sonra variantlara baxırıq. Burada demişdik ki, biz ki harda varsa, bura baş cümlədir. Məsələn, ki işlənibsə, birinci baş cümlə işlənir. Xalqımızın mərd oğulları nə məqsədlə bu mübarizəyə qoşuldular? Cavab ikinci tərəfdədir. Gələcək nəsillər azad və xoşbəxt yaşasınlar deyə. Gələcək nəsillərin azad və xoşbəxt yaşaması məqsədi ilə qoşuldular. Demək ki, məqsəd budaq cümləsidir. Zərfliyin məqsəd budaq cümləsi növüdür. Zərflik budaq cümləsidir. Birinci baş cümlə gəlib, sonra budaq cümlə gəldiyi üçün sxemimiz düz olduğu üçün B variantı gedir. Çünki bizə səhv variant lazımdır. Burada B bəndində cavab düzdür. Çünki birinci baş gəlib, sonra budaq gəlib. B getdi. Budaq cümlə baş cümləyə bağlayıcı ilə bağlanıbdır. Bəli, ki bağlayıcısı ilə bağlanıbdır. Baş və budaq cümlələr müəyyən şəxslidir. Müəyyən şəxsli cümlələr odur ki, həmin cümlənin mübtədası olur. Birinci cümlədə xalqımızın oğulları mübtədası var. Xalqımızın oğulları qoşuldular, mübarizəyə qoşuldular. Mübtədamız var, müəyyəndir. İkinci cümlənin mübtədası isə nəsillər sözüdür. Ona görə də bu variantda da düzdür, müəyyən şəxslidir. Dördüncü variant. Həm baş, həm budaq cümlə feili xəbərlidir. Xəbərimiz qoşuldular. Qoş, qoşul, qoşuldu. Bu leksik şəkilçi du birbaşa başlanğıc formaya artırıldığı üçün buna zaman şəkilçisi deyirik. Bəli, zaman şəkilçisi də xəbər şəklində feili xəbərli olur. İkinci cümlədə isə xəbərimiz yaşasınlar əmr şəklindədir. Yaşa, yaşasın
Başlanğıc formaya birbaşa artırılıb, əmr şəklindədir və buna da fe'li xəbər deyirik. Fe'li xəbər nə idi? Həm fe'lin orada zamanı ola bilər, həm də fe'lin şəkilləri ola bilər ki, biz onu fe'li xəbər deyək. Bu da düzdür. E bəndində həm baş, həm də budaq cümlədə sintaktik əlaqənin hər iki növündən istifadə edilib. Sintaktik əlaqənin iki növü var, tabelilik və tabesizlik əlaqəsi. İlk öncə tabelilik əlaqəsini deyim. Çünki o uzlaşma, idarə, yanaşmanı biz hamımız bilirik və cümlədə də ən çox uzlaşma əlaqəsini tapdınsa, demək ki, tabeliliyin bir növü var da, yəni tabelilik əlaqəsi var. Burada da mübtəda xəbər ikisində də vardı. Xalqımızın oğulları qoşuldular. Mübtəda xəbər arasında uzlaşma var. Əsas tərəf xalqımızın oğulları. Bir də nəsillər yaşasınlar. Mübtəda xəbər. Burada da bir uzlaşma var. Yəni digərlərini tapası olsaq, bəli, xoşbəxt yaşasınlar, yanaşma, mübarizəyə qoşuldular, idarə. Amma biz elə uzlaşmanı tapdıqsa, deyirik ki, burada bəli, tabeliliyin azından bir növü var. Tabelilik tapdıq. Tabesizlik nədir bəs? Tabesizlik həmcins üzvlər olmalıdır orada. Birdən artıq eyni suala cavab verən, eyni şəkilçini qəbul etmiş, eyni cümlə üzvü olan cümlə üzvü olmalıdır. Yəni burada fikir verirsə, ikinci cümlədə azad yaşasınlar, xoşbəxt yaşasınlar, 2 dənə tərzərkəz zərfi var. Tərzərkəz zərfliyi var. Demək, həmcins sözü var ikinci cümlədə. Tabesizlik əlaqəsi var. Və bilirik ki, tabesizlik əlaqəsinin arasında iki başlı ox işarəsi ilə göstəririk. Amma birinci cümlədə eyni suala cavab verən birdən artıq söz yoxdur. Hamısı bir-birdir. Xalqımızın oğulları kim? Bu hansı? Mübarizəyə nəyə? Tamamlı. Qoşuldular xəbər. Burada 2-2 eyni cümlə üzvü yoxdur. Amma ikinci cümlədə azad yaşasınlar, necə nəcür yaşasınlar, xoşbəxt yaşasınlar, necə yaşasınlar. 2 dənə necə nəcür sualını cavab verən tərzərkəz zərfi. Buna həmcinslik deyə bilərik. Amma ikinci cümlədə yox. Bu da deyil. 2 cümlədə də yəni 2 növdən istifadə olunub. Xeyr. Birinci cümlədə təkcə tabelilik var. Amma ikinci cümlədə həm tabelilik, uzlaşma əlaqəsi dedik, həm də tabesizlik, azad, xoşbəxt sözləri vardı. Ona görə də cavab E bəndidir. İzahımız bu qədər. Dinlədiyiniz üçün çox sağ olun.